Salam tədbir bu videoda fizika inkişaf blokunda qarşınıza çıxa biləcək 3 və sual tipinə baxacaq. Suala bir adım bir şəkildə izah edəcəm ki, suala daha rahat və daha ətraflı bir şəkildə başa bilərsiniz. Bir xatırlatma da edim ki, əgər belə videolar davam edirsinizsə, videoyu bəyənməyi, kanala abunə olmalı və videolar şərh yazmayı unutmayın. Bunu etməklə mənə çox böyük bir dəstək olmuş olarsınız. Hər birinizi çox sevirəm. O zaman vaxt itirmədən başlayaq. Demək ki, birinci sualımızdan başlayaq. Aktiv hissənin uzunluğu 20 cm olan naqil induksiyası 50 milli testi olan bir cisim hissəsində bir qüvvə xəttində perpendikular yerləşdirilmişdir. Naqildə axan çevrə 4 amperdir. Naqil amper qüvvəsi istiqamətində 10 cm yeni dərəcədə maqnit hissəsinin gördüyü işləyir hesablayın. Maqnit hissəsinin gördüyü iş A bərabərdir. Ümumiyyətlə iş düsturu ilk öncə onu yazaq. Deməli A bərabərdir F üstü düsturuna hesablanır. İndi mən burada A bərabərdir F-i yeni yazım nə? F amper vurulsun S olduğu kimi qalır. F amper nədir? IBL. IBL vurulsun nə? S olduğu kimi qalır. Deməli düsturumuz nə oldu? Deməli A bərabərdir IBL vurulsun S. Bizə soruşur ki, burada 10 cm yeniləşdirdə maqnit hissəsinin gördüyü işi hesablayın. İşi hesablamaq üçün nə edirəm? Yazıram. Deməli I nə qədərdir burada? Bizə verilir. Deməli 4 amper. Yeni yazılan 4 vurulsun. B nə qədərdir? 50 milli Tesla. Deməli yazılan belə 50 vuraq 10^-3. Bunu buradan yazın. Vurulsun. L nə qədərdir? Baxaq uzunluq 20 cm, yəni 0,2 metr. Deməli vurulsun 0,2. Sonra vurulsun. S nə qədərdir? Baxırıq yer dəyişmə 10 cm, yəni 0,1 metr. Vurulsun 0,1. O da bərabərdir. İndi buradan 4'ü 50'yə vursan nə qədər edir? 200. Yəni yazdım 200 vurulsun. Deməli 10^-3 olduğu kimi qalsın. Vurulsun. 0,2 0,1'ə vuranda bu bizə verir neçə? 0,2. Deməli o da bərabərdir. İndi mən burada bu 2 dənə 0, bu da 2 dənə burada 0. Bunlar getdi. Onda mən burada 2'ni 2'yə vursam nə qədər edir? 4. Ya da gəlin belə hesablayaq. Deməli bunu yazdım 2 vuraq 10 üstü 2. Vurulsun 10^-3 olduğu kimi qalır. Vurulsun 0,2'də 2 vuraq 10 üstü mənfi şəklini yazıram. Burada 10 üstü 2, 10 üstü mənfi 2 bunlar getdi. 2'ni 2'yə vurdum və yeri nə qədər? 4. Deməli 4 vurulsun. Bir dənə qalır burada 10^-3. Bu da olduğu kimi qalır 10^-3. Deməli o da bərabərdir 4 millijoule. Deməli cavabımız nə olacaq? 4 millijoule. Cavabımız olacaq. Millijoule soruşduğu üçün cavabımız olacaq 4 millijoule. İkinci növbəti sualımıza. Sonraki sualımızda ikinci sualındamaya bir cisim hissəsinin induksiya xəttlərinə perpendikular istiqamətdə daxil olan və W kinetik enerjisi malik elektron təsirinin line kütləsi F-dir. Həmin istiqamətdə bu sahədə daxil olan və 9W kinetik enerjili elektron təsirinin line kütləsi nəyə bərabərdir? İlk öncə mən burada kinetik enerji düsturunu yazdım. Yəni W bərabərdir mv kvadratı bölünsün 2. Bunu buradan bildim. İndi birinci halda W1 olsun W, ikinci halda nəyə bərabərdir? 9W-yə. Onda birinci halda olsun sürət V və biz buradan ikinci halda olan sürəti hesablayaq. Deməli, mən burada yazıram nə? İlk öncə mən burada biləm ki, kinetik enerji bu V-nin kvadratik düz asısı. Yəni W2 bölünsün W1 bərabər nəyə? Düz asısı olduğu üçün V2 bölünsün V1 və kvadratik asısı olduğu üçün kvadratı. İndi W2 nəyə bərabərdir? 9W bölünsün W1 nə qədərdir? W o da bərabərdir. V2 nə qədərdir? V2-ni hesablamalıyıq. Bilmirik. V1 nə qədərdir? V. Nəyi? Kvadratı. İndi burada W x-ə qalıb 9 bərabər. Deməli V2 bölünsün V-nin nəyi? Kvadratı. İndi burada 9'dan kök çıxır olur neçə? 3. 3 bərabərdir nəyə? V2 bölünsün V-yə. Onda mən buradan V2'ni tapsam nə olar? V2 bərabərdir 3V-yə. Bunu buradan tapmış oldum. İndi onda belə deyirik. Deməli W2 nə qədər idi? 9W. Onun sürəti nə qədər idi? Daha sonra sürət nə qədər idi? V2 bərabərdir 3V. Sonra W1 bərabərdir W olanda sürət olub V1 bərabərdir V. İndi gəlin belə deyək. W1 W olanda V1 V-dirsə buna uyğun olan line kütləsi nə qədər idi? F. Və W2 bərabər 9W isə V2'ni tapdı ki 3V olur. Onda buna uyğun olan line kütləsi nəyə bərabərdir? Line kütləsinin düz üstünədir. F line bərabərdir QVB. Elə deyilmi? Yəni qısaca burada line kütləsi V-nə düz asıdır. Və burada biz görürük ki sürət V olanda line kütləsi F line isə sürət görürük ki 3 dəfə artıb. Yəni olub 3V. Deməli line kütləsi 3 dəfə artır olur nə? 3F line. Niyə belə olur? Çünki sürət V isə 3 dəfə artıb 3 olubsa, deməli line kütləsi 3 dəfə artmalıdır ki 3F line isə bərabər olmuş olsun. Deməli onda bəlkə ki sonraki qüvvə nəyə bərabər olmuş olacaq? 3F line isə yəni 3F-ə bərabər olmuş olacaq. Yəni burada cavabımız olacaq D variantı. İndi keçək növbəti sualımıza. Son sualımızda 3-cü sualda və sükunətik elektron elektrik hissəsinin sürətlənəcək o potensiallar fərqinə keçək induksiya xəttlərinin perpendikular istiqamətdə bir cisim hissəsinə daxil olur. Elektron təsirinin line kütləsinin o potensiallar fərqinə hansı qrafikidir hansıdır? Biz ilk öncə burada F line düsturunu yazırıq. F line bərabərdir QVB. Bunu buradan yazdım. Sonra kinetik enerji düsturunu Y kinetik bərabərdir mv kvadratı bölünsün 2. Bunu da buradan bildik. Bir də sabit cərəyan bölməsindən biz bilik ki A bərabərdir Q-dur. Mən bilirəm ki kinetik enerji də enerjidir. A da işdə, o da enerji. Onda mən bir yandan bunu Y kinetiyə bərabər eləyə bilərəm. Mən buradan V-ni tapıram. V-ni tapan nə olur? V bərabərdir kök altında nə?
Deməli 2 y kinetik bölünsün m. O da bərabərdir. Bir yana biz dedik ki, y kinetik a-ya, o da q-ya bərabər. Yəni qısaca mən burada y kinetik bərabər q yaza bilərəm. Onda olur belən kimi. Deməli kök altında 2 q bölünsün m. İndi mən bu v bərabər kök altı 2 q bölünsün m ifadəsini burada v-ni yeni yazsam olur nə? Deməli f Lorentz bərabərdir q v b. Deməli o da bərabərdir q vurulsun. V nə idi? Kök altında 2q. Yəni kök altında 2q bölünsün m. O da vurulsun b. İndi mən buradan bilirəm ki, f Lorentz qüvvəsi u-dan düz asılıdır. U-dan düz asılıdır. Və burada kök altı ifadə olduğu üçün, kök altı ifadə içərisində yerləşdiyi üçün kök altı düz asılıdır. Onda mən burada çəkirəm. Deməli f Lorentz u-dan nə olsa kök altı düz. Və kök altı düz aslında qrafik olacaq belə kimiş. Yəni bu formada olmuş olacaq. Buna da uyğun olan variant hansıdır? Burada baxırıq. Burada baxırıq. Cavabımız olacaq burada Y variantı. Belki bu video fizika inkişaf blokumda qarşına çıxa biləcək 3 və sual məlumatı. Suala bir atım bir şəkildə izah edin ki, suala daha rahat və daha ətraflı bir şəkildə başa düşə biləsiniz. Ümid edirəm ki, bu video sizə çox faydalı oldu. Əgər belə videoların davamını istəyirsə, videoyu bəyənməyi, kanala abunə olmağı və videolara şərh yazmağı unutmayın. Hər birinizi çox sevirəm. Növbəti videolarda görüşəndək sağ olun, salamatçılıqla qalın.